Bu günləri atdığım sınaq suallarını izah edirəm. Deməli, birinci sualda nə verib? Halogenlər verib. Kükürt ilə reaksiya daxil olmur. Daxil olmayan nədir? Yod. Adi şəraitdə maye halındadır. Deməli, bu olur nə? Brom 2. Sonra qaz halındadır. Bu xlor da ola bilər, flor da ola bilər. Məsələn, elə xlor yazaq. Aha. Halogenlərin oksidləşdiricilik xassələrinin azalma sırası ilə düzün. Əvvəlcə yuxarıdan aşağıya düzək. Deməli, Z2, sonra gəlir Y2, sonra da X2. Yuxarıdan aşağı gəldikcə reduksiya edicilik artır. Oksidləşdiricilik xassəsi də azalır. Deməli, bizdə necə olur? Variant olaraq Z, Y, sonra da X. Cavab olur B variantı. İkinci suala baxırıq. İkinci sualda bizə spirt verir. Spirt molekulunda bir ədəd ikili karbon atomu varsa, bu maddəni beynəlxalq nomenklaturaya əsasən adlandırın. Deməli, baxıram ki, hal-hazırda bu spirtdə bir dənə ikili karbon atomu var. Bax, bu ikili karbon atomudur. Ona görə ki, sağdan da soldan da karbonlara birləşibdir. 2 karbona birləşibdir. Yəni, deməli, ikili onsuz da burada bir dənə karbonumuz var. Biz bu kənarda olan radikalları 3 karbonunun, 4 karbonunu elə yazmalıyıq ki, artıq onların içərisində ikili olmasın. Deməli, 3 karbonunu izopropil şəklində yazıram. Sonra CH, aşağıya OH. Sonra 4 karbonunu isə üçlü butil şəklində yazıram. Üçlü butil şəklində yazıram ki, artıq orada ikili karbon olmasın. Çünki bizim bir dənə ikili karbonumuz burada var. Başqasına yəni ehtiyac yoxdur. İndi adlandırırıq. Deməli, OH hara yaxında oradan nömrələnməlidir. OH ortadadır deyə radikal harda çoxdursa oradan nömrələnir. 1, 2, 3, 4, 5. Deməli, adı nə olur? 2, 2. Bir də 4. Trimetil. 5 karbonunun adını deyirəm. Axırda da OH-ın yerin. Pentanol neçə? Pentanol 3. Cavab olur A variantı. Üçüncü suala baxırıq. Hansı maddələri ağzı açıq qabda saxladıqda qabın kütləsi artır? Bu higroskopik maddələrə aiddir. Bax, sulfatlı su da higroskopikdir, yəni soğuducudur. P2O5 də soğuducudur. Ona görə də deyir, əgər sulfat turşusunu tərəzinin bir gözünə qoyub, digər gözünə də o çəki daşlarını qoyub tarazlaşdırsaq, bir müddətdən sonra görürük ki, sulfat turşusu olan tərəzinin gözü aşağı enməyə başlayır. Səbəb odur ki, havadakı su buxarını udur. P2O5-i də ağzı kip bağlanmış qablarda saxlayırlar. Ona görə ki, o higroskopikdir, soğuducudur. Miso deyil, deməli Sisimo2 də deyil. Cavab 1 ilə 2 D variantı. Sual verib, deməli bizə reaksiyalar verir. Deyir ki, alınan maddələrdə azotun oksidləşmə dərəcəsi ABC-dir və bunların cəmi də -1-ə bərabərdir. Cəmi -1-dir. Deməli, NH4, NO2 parçasında nə verir? N2 verir, bir də su verir. Burada azotun oksidləşmə dərəcəsi 0-dır. Deməli, A nəyə bərabərdir? A 0-a bərabərdir. Sonra kalsium azotla reaksiya gedəndə kalsium 3, N2 alınır. Deməli, metalların yanında ən kiçik oksidləşmə dərəcəsini göstərir. Yəni, azot burada -3-dür. B də bərabərdir -3-ə. İndi biz C-ni tapmalıyıq. A 0 oldu. Sonra üstə gələk B -3 oldu. Üstə gələk C bərabərdir -1-ə. Buradan da C bərabərdir -1. Bu edir -3. O özü də keçəndə müsbət 3, o da bərabərdir, edir müsbət 2. Deməli, burada bizdən soruşur ki, azot nə ilə reaksiya gedəndə müsbət 2 oksidləşmə dərəcəsi göstərir? Əlbəttə ki, azot oksigenlə reaksiya gedəndə bilirik ki, NO alınır, endotermik prosesdir özdə bu. Burada da azotun oksidləşmə dərəcəsi müsbət 2-yə bərabərdir, cavab olur E variantı. 5-ci suala baxırıq. 5-ci sualda formaldehid götürülübdür, 6 mol. Buradan alınır, deməli, C6H12O6 glikoza alınır. Özdə 1 mol glikoza alınır. Sonra qızqırması nəticəsində bir etil spirt əmələ gəlir C2H5OH 2 mol.
və 2 mol da karbon qazı əmələ gəlir. Karbon qazı burada çıxıblar. Onun üstünə xətt qoyuram. Deməli, Y maddəmiz etil spirtidir. X maddəmiz də glikozadır. X-in mol miqdarı 1-dir. Y-in mol miqdarı isə 2-dir. Bizə də deyir ki, hidrogen atomlarının sayı eynidir. Baxaq görək, həqiqətən hidrogenlərin sayı eynidirmi? 1 mol karbon, deməli, glikozada neçədən hidrogen var? 12 dənə, bəli, 12 dənə. 2 mol etil spirtində 5 bu, 1 də bu, 6. 6-nı da 2-yə vuranda 12 eləyir. Deməli, doğrudur bura qədər. B-ni A-ya bölürük. B neçədir bizdə? B bölək A. B bizdə 2-dir, A da 1-dir. Cavab olur 2. 6-cı suala baxırıq. Eyni molda götürülmüş kalsium və maqnezium var. Deməli, kalsium və maqnezium eyni moldadır. Məsələn, A mol götürək hər ikisin. Aha. Eyni moldadır. Kütlələri cəmi isə 12,8 qramdır. Yazıram belə. Deməli, 40A üstə gələk 24A bərabərdir 12,8. Edir neçə? 64A bərabərdir 12,8. A da bərabərdir 0,2 mol. İndi bizdən nə soruşur? Deyək ki, bu qarışığın artıq bildik ki, kalsiumla maqneziumun molu hər ikisinin 0,2 moldur. Həm maqnezium, həm də kalsium. Hər ikisi 0,2 moldur. Bu qarışığın H-xlor ilə reaksiyasından neçə mol hidrogen ayrılar? Bilirik ki, kalsium 2 valentlidir. 2 valentlidir deyə onun özündən deməli H-xlorla reaksiyaya daxil olanda 1 mol hidrogen alınır. Deməli 1 mola 1 mol hidrogen alınır. 0,2x, x də bərabərdir 0,2 mol. Maqnezium. Maqnezium da 2 valentlidir. 1 mola valentinin yarısı qədər hidrogen çıxarır. 1 mol hidrogen. 1-ə 1 ayrılırsa 0,2 x, x də bərabərdir 0,2. Bunları da cəmləyəndə edir neçə? 0,4.